Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü iki cihan güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salat-ı şerifler olsun. Bu güzel Ramazan ayında Cuma gününün bereketi, rahmeti, mağfireti cümlemizin ve bütün ümmet Muhammed'in üzerine olsun. Aziz, değerli kardeşlerimiz, Ramazan ayının artık son 10 günlerini yaşamaktayız. Yani hakikaten o kadar güzel, bereketli, rahmet aydır ki insan hassa bir günde, qeyri bir günde zamanın ağır getdiyini veyahut da ki necə getdiyini bilmir. Özellikle Ramazan ayı o kadar bereketlidir ki əksinə neden getdi ve ne tez kurtardı diye hakikaten bu hisleri yaşayırıq ve yaşamaktayıq. Rabbim inşallah tutacağımız oruçlarımızı, bütün ibadetlerimizi, bütün zekatlarımızı, fitrelerimizi, bütün hayır, hasenet olan emellerimizi öz dərcə Hazretine kabul eylesin. Cümlemizi bu Ramazan ayından esas olan günahları bağışlanarak çıxan kullarına eylesin inşallah. Aziz kardeşler, artık Ramazan ayının dediğim kimi son günlerine yaxınlaşırıq. Ramazan ayının bayramına indidən az qalmış fitrə, fidyə, zəkat barəsində qısa da olsa məlumat verəcək inşallah. Allah'ın izniyle inşallah bayram günü daha geniş məlumat verərik. Əsas toxunacağımız məsələlər nədir? İndidən bəzi qardaşlarımız var ki, həm yenilənmiş olar bilgilərimiz, həm də bəzən unuduruq. İldə bir dəfə olduğu üçün Ramazan bayramı, Qurban bayramı da eynən deyilə hatırlatmaqda fayda vardır inşallah. Bəzən unudaraq yanlış etmiş oluruq müəyyən məsələlərdə. Ona görə buna bir toxunacağım məsələ, fidyə məsələsinə, bir də zəkat məsələsinə. Fidyə özellikle bəzi müsəlman qardaşlarımız, bazılarımız elə bilirlər ki, oruç tutmadıkları zaman, yəni zərurət olmadan, yəni bədəndə xəstəlik olmadan söhbət gedir. Elə bilirlər ki, fidyə onlara aiddir. Xeyr, elə bir şey yoxdur. Birinci növbədə ondan başlamış olaq. Fidyədə məqsəd, yəni fidyəni verənlər kimlərdir? Həqiqətən də bədən sağlığında yəni problem olan, xəstəlik olan, hətta bir həkim tərəfindən, yəni İslamı dəyərləri bilən, təbii ki, onu da vurulamış olum, İslamın dəyərlərini anlayan, bilən bir həkimin məsləhəti ilə ki, bunun səhhətində bir problem olacaqdır, oruç tuta bilmir. O insanlar fidyə verə bilər. Yoxsa sağlığı yerindədir, nə var, pulu var. Adam zəngindir. Mən fidyə verə bilərəm, xeyr. Sənin fidyən keçərli deyildir, kusura baxma. Bəli, sənin sihətin yerindədir, biz zəhmət oruç tut yəni. Yəni fidyə pulu çox olanlara aid deyil. Sağlığı yerində olmayan, həqiqətən də bu insan oruç tuttuğu zaman mədəsində bir problem olacaq, sihhətində bir dəyişiklik ola bilər ki, bədəni rahatsız ola bilər. O insanlar fidyə verə bilər. Yəni, bunu da bir məna olaraq bilinməsi lazımdır. Bir də fidyəni verərkən diqqət edəcəyimiz xüsuslardan da biri budur ki, yəni fidyə bir günlük insanın, belə deyək, yiyəcəkdir. Miqdar olaraq deyək, açılasaq, fitrə qədərindədir. Fitrə qədərində olan fidyə, yəni bir insan bir günlük yeməyi nə qədərsə, neçə manatsa deyək ki, 6.000, 7.000, 8.000, yəni bu minimumdan hesablayıram, maksimumun bir həddi yoxdur. O sənin cömərtliyindir, imkanına baxar. Bu kəslər nə ağarar? Kasıb, füqara olan, yəni nə bilim, maddi ehtiyacı, maddi qazancı az olan, sıxıntısı olan insanlara verilir bu şəkildə. Bəzən bu sualda verirlər. Bir adam tanıyırıq, çox fakirdir, çox kasıbdır, amma müəllim, namazı yoxdur. Namazı yoxdur, ona hətta verə bilərəm də demir, verməmək də istəyir. Yəni, bəlkə də özünüz bilirsiniz ki, İslamda zəkat mövzusunda belə bu keçir ki,
Hətta sahabənin mən dövründən bir misal gətirmək istəyirəm. Sahabələrdən daha çox qəzvalarda döyüşən sahabələr Allah Resulü sallallahu əleyhi və səlləm onlara az zəkat, qənimət malı onlara az düşür, amma yeni İslama girən müsəlmanlara daha çox verir Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm. Və orada sahabələr insanlıqdır, yəni bəşərdirlər, nəfis var və biraz xətirlərinə dəyir. Və Allah Resulü sallallahu əleyhi və səlləm orada gözəl bir söz deyir. Yəni, mən bilirəm, siz mənim hər zaman yanımdasınız. Amma onların qəlblərini İslama yaxınlaşdırmaq üçün, İslamı sevdirmək üçün verilir. Bir də qeyri bir müslimə də nədən verirlər? İslama qəlbini yaxınlaşdırmaq üçün, sevdirmək üçün. Yəni, elə bir yerdə, məkanda olarsan ki, yəni, dünyada varmı elə bir yer var? Yəni, adam acından ölür, deyək. Yoxsulluq o qədər, yəni, yoxsulluq o qədərdir ki, adamın ibadət yaddan düşmür. Yəni, necə ibadət eləsin? Adam bir sümük, bir dəri misalı. Yəni, bundan da su-istifadə edənlər, misyonerlər var təbii ki, dinlərini uğramaq üçün. Amma biz nə qarcıyıq bir müsəlman olaraq onları unutmayacaq. O misalı, yəni, fidyə verdiyimiz zaman da nə olsun ki, namaz qılmır? Amma imanı var, əlhamdülillah. Onlara vermək lazımdır, qardaş. Bəlkə ona görə o İslamı sevəcək, namaz qılacaq, dinə gələcək. Yəni, bu şeyləri nəzərdən çıxartmamaq lazımdır. Bir də bu Ramazan ayında artıq son 10 günlərə yaxınlaşırıq. Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm Ramazandan başqa aylara fərqli olaraq edəcəyimiz hər bir əməlin, istər zəkat olsun, istər gözəl bir əməl olsun, hər bir yaxşılığın, Allah üçün edilən hər bir yaxşılığın 70 dərəcə savabı çoxdur, deyir. Ona görə çox müsəlmanlar zəkatını Ramazanda verir. Zəkat məsələsində də Ramazanda diqqətli olağın. Yəni, bilirsiniz ki, qızıldan hesablandığı zaman 80,18 qramdır və yaxud da maldan 40%-i hesablanaraq verilir. Təbii ki, o indi hər bir mala görə, evə görə, ticarətə görə zəkatlar fərqli-fərqli hesablanır. O öz yerində. O başqa bir mövzudur. Yaxınlaşılır, bilən əhlindən sorulur. Məqsəd bu da nədir? Zəkatları verəcək insanlar vaxtında versinlər Ramazanda. Çünki Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm necə ki, fitrə sədəqəsini dediyi bir hədis var ki, bayram namazına kimi verilən bir fitrə sədəqəsi qəbul olunmuş bir zəkatdır. Amma bayramdan sonra verəcəyiniz fitrə sədəqə kimidir, sıradan bir sədəqə kimidir. Təbii ki, hamısının əzri var Allah olsun. Amma o daha əfdaldır. Bayram namazından əvvəl. Çünki məqsəd var. Buradakı kasıb füqara, yəni kasıb olan insanlar da hər kəs kimi bayram edə bilsin. Onun da süfrəsində gözəl yeməklər olsun, bayram keçsin. Yəni, biz ona görə bayram namazından əvvəl bunu mövzunu seçdik ki, yəni buna diqqətli olsun. Artıq hər kəs bilsin ki, bayrama 2 gün qalmış, 1 gün qalmış, 3 gün qalmış. Hər kəs bu fitrə zəkatını versin ki, o insanlar gözəl bir şəkildə, rahat bir şəkildə bayramlarını qeyd edə bilsin. Və fitrə verilərkən də diqqət edəcəyimiz məsələlərdə toxunaraq bitirir inşallah. Fitrə kimlərə verilir? Birinci növbədə yoxsullar, yəni kasıb insanlar, borclu olanlara verə bilərikmi? Verə bilərik. Yolda qalanlar, bir də bizim bu dövrdə yaşayan baxacaq, təbii ki, öncə baxacaq, araşdıracaq, tələbələr. Tələbələrə diqqət edəcək. Çünki elə tələbələr var ki, bəlkə də valideyni fəhlə işləyir. Bir təhəri çatdırır. Yəni, övladı gözəl istedadı var, öz biliyinə universitetə girmiş, amma çox əziyyət çəkir. Onlar da əgər ətrafımızda varsa, onlar da unutmayacaq. Və qeyd edəcəyimiz məsələdən də budur ki, fitrə verəcəyimiz zamanda qardaşlar, yəni bizim hər zaman
onlar canlarıyla bu vətənə sahib çıxdılar, qorudular. Qazilərimizi də unutmayalım. Onları da nəzərdən qaçırmayalım inşallah. Yəni fitrə verəcəyimiz zaman bunlara diqqət edin. Və fitrə verməyəcəyimizə də bir toxunaq inşallah. Bəzən bilmirlər. Aparıb fitrəni anasına, atasına verir. Nə bilim, babasına, nənəsinə, elə bir şey yoxdur. Fitrə, zaten onlar sənin himayəndədir. Sənin borcundur ki, anana, atana baxasın. Kimlərə verə bilər? Uzaq, əmi, xala ola bilər. Qardaşındır, başqa bir ailədə yaşayır. Verə bilərsən, niyə görə? Silah rahimin güclənməsi üçün verə bilərsən. Amma sənin qayğının altında yaşayan insanlar var ki, deyək ki, anandır, atandır, övladındır. Bunlara onsuz da sən baxmaq zorundasın. Onlar sənin, onlara qayğı göstərməlisən, onlara düşməz. O mənada ki, yəni, başqalarına verməlisən. Yəni, bu da məqsəd, mən səni tanıyıram, biraz əlaqəmiz yaxşı olsun, nə bilim, hörmətimiz yaxşı olsun deyil. Özgəyə vermək daha əfdaldır, əslində. Çünki o zaman paylaşım daha çoxalar. Çünki özgəyə heç kim verə bilmir. Yəni, tanıdığın insanlara verdiyin zaman, bəs o insanlara kim verəcək fitrəni və onlar necə bayram edəcəkdir? Çalışmaq lazımdır, qardaşlar. Biraz özümüzə əziyyət verəyin. Bir gəzəyin, baxağın. Nə qədər fakirlər, biz keçən ildə demişdik bunu, çalışağın ki, bəzən sübh çağlarında rast gəlirik. Tanıyanlar tanıyır təbii ki. Bəzən gecə vaxtı rast gəlirik. Bəlkə bu kəlmə biraz kobud çıxa bilər, üzr istəyirəm. O zibil qablarını eşən insanlar var. O nəsə dəmir yığırlar, nə bilim, kağız, karton yığırlar. Gör onların vəziyyəti nə qədər, hansı dərəcədədirsə, onlar o işdən məşğullar. Mənim şəxsən öz fikrimdir, onları da axtarmaq lazımdır. Özdə zəkat verərkən deyilir ha, Quran-ı Kərimdə ayətdir. Onlar deyir, utanarlar, onlar heç kimə əl açmazlar. Özəliklə onları tapın, onlara verin. Bu şeylərdə inşallah diqqət edin. Rəbbim inşallah verəcəyimiz fitrələri, zəkatları öz dərgah izzətə qəbul etsin və əsas da odur ki, hər bir əməlimizi Allah rızasını edəyin. Sağ alın verdiyini sola görməsin deyə hədis-i şərifdə. Çünki ixlas varsa o işin içində, Allah rızası varsa inşallah Rəbbimiz qəbul edər Allahın izni ilə. Rəbbim inşallah bizləri Ramazan bayramı sübhünə, yəni sabahına çatmağı nəsib eyləsin. Allah cümləmizi ən gözəl bayram olan axirətdə tutacağımız oruçlarımızı, qılacağımız namazların mükafatını aldığımız zaman ən gözəl bayram o bayram olsun. Amin. Allah razı olsun.